Professor, qızıl yel nədir və onun hansı formaları var? Qızıl yel yumşaq toxumaların, əsasən də aşağı ətrafın yumşaq toxumaları, xüsusilə dərinin özəl qatının infeksion bir xəstəliyidir. Qızıl yelin törədicisi beta hemolitik streptokoklar deyilən mikroblardır və bu mikroblar da bizi əhatə edən aləmdə geniş yayılmışdır. Nə üçün ən çox aşağı ətraflarda olur? Hər bir nahiyədə ola bilər, üzdə, yuxarı ətraflarda, süd vəzlərində ola bilər. Ən çox aşağı ətraflarda ona görə olur ki, aşağı ətraflarda bir qayda olaraq venoz durğunluq olur. Kimlərdədir bu? Varikoz xəstələrində. Demək, varikoz xəstəliyi olan insanlar həmişə qızıl yelə tutulma ehtimalını nəzərə almalıdırlar. Durğunluq olduqda həm də limfovenoz durğunluq olur. Bu isə qızıl yel törədən mikrobların artıb çoxalması üçün bir şəraitdir. Onun bir neçə forması var. Sadə forması hemorragik formadır. Sadəcə qızartıdan ibarətdir. Digər forması onların hansı ki suluqlardan ibarətdir. Bu forma daha ağır forma sayılır. Ondan başqa flegmanoz forması var və ən ağır forması isə qangrenoz formadır ki, aradakı dəri qanqrenaya çevrilir. Burada əsasən konservativ müalicədən istifadə edilir, amma nekrotik və flegmanoz formalarda isə cərrahi müalicə vacibdir.